Zəhra Sallallahu Əleyhanın ki, evinə hücum oldu. Orada Osman ibn Affanın yaxından uzaqdan iştirakı və yaxud da rolu var idimi? Təbii ki, Əbu Bəkir və Ömər qədər rolu yox idi, amma onun da bir rolu olub. Buna görə də bir hədisi istəyirəm ki, oxuyam. Şeyx Müfid Rıdvanullahi aleyh özünün Əl-İxtisas kitabında səhifə 195-ci səhifədən başlayır. Bizə lazım olan hissəsini oxuyuram. Deyir ki, adam göndərirlər. Bir nəfər deyir ki, mən də həmən vaxt oradaydım. Yəni, Əbu Bəkir və Ömərin dəstəsi Səd ibn Bəni Saidənin səqifəsində, həmən o yer ki vardı, Bəni Saidənin səqifəsi deyirlər. Orada Əbu Bəkir xilafətə təyin etdiyi vaxt mən də oradaydım. Əbu Bəkir, daha doğrusu Ömər adam göndər, dedi ki, Əbu Bəkirə dedi ki, adam göndər, getsin, Əlini çağırsın, gəlsin. Nə qədər ki, Əli beyət eləməyibsə, bu avam ərəblərin sənə beyət eləməsinin faydası yoxdur. Qunfuzu göndər.